İndi belə baxanda Amerika Birləşmiş Ştatları da belə yanaşır ki, bu yolla gedirlər, bu olmasa onda bu, bu olmasa onda bu. İndi gəlin baxaq görək, indi vəziyyət necədir? Çünki artıq siz dediyiniz kimi müharibənin 28-ci günüdür bu günləri. Bir aya, yəni tamam aya 2 gün qalıb. Kalendar ayla getsək, ümumiyyətlə bir ay artıq tamam olub. 28 fevraldan 28 marta kimi. Əgər bir ay bundan əvvəl bir neçə variant var idisə də, zənnimcə indi 2 variant qalıbdır. Aha. Və bu 2 variantı qiymətləndirmək üçün gəlin baxaq görək tərəflərin əlində nələr var. Aha. Yəni hər birinin o Trump'ın ifadəsini işlətsək, hansı kartlar var əllərində. Amerikanın əlində olan kart ilk növbədə 10 hərbi üstünlüyüdür. Xüsusilə havada. Bəli. Və indi Trump deyir ki, biz İranın deməli hərbi arsenalının 90%-ni məhv eləmişik. Bilinmir 90-dır, 80-dir, 70-dir, 95-dir. Mühüm hissəsini deməli məhv ediblər. Bu Amerikanın birinci potensialıdır. İkinci, biz gördük ki, tam olmasa da Amerikaya dəstək verən dövlətlər var. Məsələn, İngiltərə dəstək verir. Diego Garcia adasını veribdir. Fransa müəyyən dəstək göstərir. Bir də İranın Körfəz ölkələrinə, ərəb ölkələrinə hücumu deməli nəticəsində artıq Körfəz ölkələrinin monarxiyalarında deməli Amerika Birləşmiş Ştatlarına keçməsi müşahidə olunur. Xüsusilə məsələn Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman bu gün çıxış edibdi və deyibdi ki, artıq deməli biz Amerikanı dəstəkləyirik və ona dəstək göstərməyə hazırıq və hətta İranı deməli işğalçı təzahürkar adlandırıb və deyibdi ki, İran deməli 2015-ci ildə Amerika Birləşmiş Ştatlarından imzaladığı o nüvə sazişindən sonra 150 milyard qazandığı pulu hamısını deməli terrorizmə yaxın şərqdə istifadə edibdi. Yəni bu kifayət ciddi deməli bəyanatlardır. Birləşmiş Ərəb Əmirlikləri də digər bu körfəz ölkələridir. Bunlar bu və digər şəkildə deməli Amerikaya dəstək, yardım göstərirlər. Sonra nədir Amerikanın arsenalında? Amerikanın arsenalında İranın daxilində hakimiyyətdən narazılıq. Və biz bilirik ki, bu kifayət qədər güclüdür. Biz bunun hamısını dekabrın axırından bir də yanvar ayının əvvəlində biz bunun hamısını gördük. Nəhayət, deməli, separatçılar, Kürt separatçıları, Bəluç separatçıları, Ərəb separatçıları müəyyən mənada Azərbaycanlıların da içərisində var, düzdür, az sayda, Kürdlər qədər deyil, amma onlar da var və hadisələr göstərir ki, bu etnik proseslər çox mürəkkəbdirlər. Çox tez, deməli, insanların, necə deyirlər, rəyi dəyişə bilər, münasibəti dəyişə bilər. Bax, bu Amerika Birləşmiş Ştatlarının əlində arsenallardır və nəhayət, deməli, Amerikanın bu piyadaları. Çünki İranın, məsələ, 90% nefti deyilənə görə Xarq adasından çıxır və Xarq adası asan nisbətən hədəfdir. Orada mürəkkəblik yoxdur. Çünki əgər hava üstünlüyü Amerika Birləşmiş Ştatlarındadırsa da, onu tutaq ki, tam nəzarətə ələ almasa da, onu əhatə edə bilər, onu vura bilər, oradakı neft obyektlərini məhv edə bilər. Yəni bu, İran iqtisadiyyatı üçün ağır zərbə olar. Niyə? Çünki istər-istəməz hakimiyyət insanları razı salmalıdır. Onların dolanışığı var, həyatı var, yeməyi var, içməyi var, maaşlar var və s. Bax, bu Amerikanın əlində olan deməli silahlardır, yəni kartlar. Yəni 2 variant hərbi üstünlük Amerika tərəfindədir. Yavaş-yavaş gəlir. İndi keçək İrana. İranın nə idi deməli əlində olan? İranın əlində olan birincisi deməli İranın bir növ dövlətçiliyi ənənələri var. Yəni məsələ Ərəb körfəz ölkələrindən fərqli olaraq bu uzun müddətli bir dövlətdir, oturuşmuş dövlətdir, institutları var. Bu bunun birinci deməli üstünlüyü. İkinci, İranın əlində ideologiya var. O nə ideologiyadır? Çünki istər-istəməz özünü Azərbaycanda yox, amma misal üçün yaxın şərq ölkələrində Fələstinin müdafiəçisi kimi təqdim edib son 10 illiklərdə və müəyyən mənada İrana pərəstiş var. Bu var. Yəni, hakimiyyətdə olmasa da əhali içində var. Bu ikinci. Üçüncü, İranın əhalisinin həm də ideologiya da burada rol oynayır, bir növ məhrumiyyətlərə dözmək potensialı var. Və nəhayət, bəlkə də bu ən vacibidir. İndi Trump deyir ki, mən 90%-ni məhv etmişəm İranın potensialının. Ancaq, deməli, Hörmüz boğazını bağlamaq üçün elə böyük hərbi qüvvə lazım deyil. Niyə? Çünki oradan keçən o tankerlər, gəmilər hamısı
deməli Yük daşıyırlar. yük daşıyırlar. Bunlar hərbi gəmilər deyil. Hərbi gəmilər O, deyil. onlar deməli sırf o hərbi hücum qorxusundan ora getməyəcəklər. Sığortalanmır onların şirkətlər. Yəni İranın əlində bu vəsaitdir və nəhayət İran deməli Körfəz ölkələrini də vura bilir və vurur. Biz bunu da görürük. Bəli. Bu İranın əlində olan potensiallardır.